Cənnətdə xurma bağı satıram. Üstündə 3 dənə huri də verirəm. Qiyməti videonun sonunda deyəcəm. Sabah səhər bütün dünya oyansa və elan edilsə ki, nə cənnət var, nə də cəhənnəm. Sən yenə də yaxşı insan qalardınmı? Bir anlıq dürüst ol. Namaz qılanların neçəsi namaz qılardı? Sədəqə verənlərin neçəsi sədəqə verərdi? Günah işləməyənlərin neçəsi yenə günahdan qaçardı? Bəlkə həyatımız boyu əxlaq sandığımız şey əslində əxlaq deyil. Bəlkə o sadəcə müqavilədir. Mən yaxşı olum, sən də məni mükafatlandır. Mən günahdan uzaq olum, sən də məni cəzalandırma. Bugün danışacağımız mövzu budur. Çünki dünyanın ən təhlükəli yalanlarından biri insanın özünə dediyi yalandır. Mən yaxşı insanım. Bəlkə sən yaxşı insan deyilsən, bəlkə sadəcə yaxşılıq sənə sərf edir. İnsan qəribə məxluqdur. Marketdə endirim görəndə necə hesablayırsa, bəzən vicdanını da elə hesablayır. Bir acı doyurur, bir kasıba kömək edir, bir ibadət edir. Sonra daxilində görünməz bir dəftər açılır, mən bunu etdim. Allahım, indi sıra səndədir, mənə qarşılığını ver. Bunu yüksək səslə demirik, amma çoxumuz daxilimizdə yaşayırıq. Əslində problem yaxşılıq etmək deyil. Problem yaxşılığın qiymət cədvəli ilə birlikdə edilməsidir. Çünki yaxşılıq bazara çıxarılanda artıq yaxşılıq olmur, məhsula çevrilir. Məhsulun da qiymət olur. Bu videoda həmin qiyməti danışacağıq. Nietzsche bunun adını qoymuşdu. Qul əxlaqı. Nietzscheyə görə insanın davranışını qorxu idarə edirsə, o insan azad deyil. Qorxu ilə idarə olunan adam əxlaqlı görünə bilər, amma o əxlaqlı deyil. Sadəcə ehtiyatlıdır. Təsəvvür et, bir adam oğurluq etmir, çünki kamera var. Sən ona dürüst adam deyərdinmi? Yox, sadəcə tutulmaq istəmir. Nietzschenin sualı budur. Sənin yaxşılığın da kameraya görədir. Sadəcə həmin kameranın adı cəhənnəmdir. Əgər cavab bəlidirsə, onda əxlaqdan yox, nəzarətdən danışırıq. İndi isə səhnəyə Kant çıxır. Kantın sualı sadədir. Bir əməli əxlaqlı edən nədir? Nəticəsi, qazancı, mükafatı, xeyr. Kant deyirdi ki, insan doğru olanı ona görə etməlidir ki, o doğrudur. Bu qədər sadə. Əgər yaxşılıq yalnız qazanc gözləntisi ilə edilirsə, onun mənəvi dəyəri yoxdur. Çünki məqsəd yaxşılıq yox, qazanc olur. Kantın məntiqi bizi amansız bir sualın qarşısına çıxarır. Mükafat olmasa, əməl qalırmı? Cəhənnəm olmasa, vicdan qalırmı? Cənnət olmasa, yaxşılıq qalırmı? Əgər hər şey dağılıb gedirsə, deməli binanın təməli əxlaq deyilmiş, hesab kitab imiş. Buna görə Kant insanı yox, şəxsiyyəti mühakimə edir. Çünki bəzən ən təmiz görünən əməl belə ən gizli mənfəəti daşıya bilər. Bu yerdə kimsə etiraz edəcək. Düzdür, mən mükafat gözləyirəm, amma yenə də yaxşılıq edirəm. Bu pislikdən yaxşı deyilmi? Əlbəttə yaxşıdır. Mükafat üçün edilən yaxşılıq pislikdən üstündür. Amma məsələ bu deyil. Sual budur ki, sən yaxşısan, yoxsa yaxşı olmaq sənə sərf edir. Bu ikisi eyni şey deyil. Birinci vicdandır, ikinci isə strategiya. Birinci insan yaradır, ikinci tacir. Jiddu Krishnamurti daha da irəli gedirdi. O deyirdi ki, qorxu olan yerdə sevgi yoxdur. Düşün, əgər sən yalnız cəzadan qorxduğun üçün yaxşılıq edirsənsə, onda daxilindəki pislik ölməyib, sadəcə qəfəsə salınıb. Qəfəs açılanda nə olacaq? Əsl xarakter məhz o an görünür. Krishnamurtiyə görə insan mükafat və cəza mexanizmlərindən azad olanda ilk dəfə öz vicdanı ilə üz-üzə qalır və həmin an yaxşılıq artıq vəzifə olmur, insanın təbiətinə çevrilir. Burada maraqlı bir şey baş verir. Çünki bu tənqid dinə qarşı deyil, dinin içindən gəlir. Rabiə Əl-Ədəviyyə deyirdi ki, cənnəti yandırmaq, cəhənnəmi isə söndürmək istəyirəm. Niyə? Çünki insanlar Allahı mükafat üçün yox, sevgi üçün tanısınlar. Bu sözlər əsrlər əvvəl deyilmişdi, amma bu gün də eyni gücə malikdir. Çünki insan dəyişir, qorxuları dəyişir, mənfəətləri dəyişir, amma daxilindəki tacir dəyişmir. Son hökmü isə Həzrətə Əli verir. O deyirdi ki, bir qrup insan mükafat üçün ibadət edir. Bu tacirlərin ibadətidir. Bir qrup insan qorxudan ibadət edir. Bu qulların ibadətidir. Bir qrup insan isə Allah sevgisi üçün ibadət edir. Bu aşiqlərin ibadətidir. Bir cümlə, amma bütün videonun yekunu. Diqqət et. Tacir qazanmaq istəyir, qul xilas olmaq istəyir. Allah aşiqləri isə sadəcə yaxşılıq edir. Təmənnasız. İndi düşünən adam videonun əvvəlində verdiyi suala qayıdır. Sabah elan olunsa ki, nə cənnət var, nə də cəhənnəm. Sən yenə yaxşılıq edərdinmi? Bu suala mən cavab verə bilmərəm. Nietzsche də verə bilməz. Kant da verə bilməz. Bu cavabı yalnız sən verə bilərsən. Çünki cənnətdəki xurma bağının qiyməti pulla deyil. Onun qiyməti sənin şəxsiyyətinlə ölçülür. Əgər yaxşılığın yalnız mükafatla yaşayırsa, sən alver edirsən. Əgər yaxşılığın mükafatsız da yaşayırsa, sən Allah üçün yaşayırsan. İndi isə özünə bax. Tacirsən, yoxsa aşiq? Şərhlərdə özünlə üzləş. Və əgər bu həqiqəti həzm edə biləcək dostların varsa, videonu onlara göndər. Görək onlar nə düşünür.